Herkese salam, videoma xoş gəlmisiniz. Bugün riyaziyyatdan 2-ci sinif 1-ci bölmənin 2-ci hissəsini, yəni səhifə 14-dən başlayaraq 29-cu səhifəyə qədər olan misallar və məsələləri həll edəcəyik. Zəhmət olmasa videonu diqqətlə və sona qədər izləyin ki, videoda nə demək istədiyimi başa düşəsiniz, ətraflı izah eləyəcəm. Deməli, başlayırıq birinci misaldan. Birinci misalımızda deyir ki, ədəd oxundan istifadə etməklə verilmiş ədədləri sıralayın. Gördüyünüz kimi ədədlərimiz 58, daha doğrusu A variantında. Deməli, əziz uşaqlar, 54 50-yə daha yaxındır. Ona görə bu boşluğa 54 yazacaq. Gələk yazaq bu boşluğa 54. 58 isə 60-a daha yaxındır. Ona görə 60-a yaxın olan hissəyə 58 yazıram. 40-a isə yaxın olan 45-dir. Buraya yazıram 45. Yəni 45, 40 və 50-nin arasında yerləşir. Ümid edirəm misalın məğzini başa düşmüş olarsınız və digər misalı özünüz həll edə bilərsiniz. Keçirik ikinci tapşırığa. İkinci tapşırığımızda deyir ki, ədədləri artan sıra ilə düzün. Ədədləri artan sıra ilə düzmək o deməkdir ki, kiçikdən böyüyə doğru. Yəni birinci kiçikləri sıralayırıq, daha sonra isə böyükləri sıralayacağıq. Gəlin A variantını burada mən sizin üçün sıralayayım. A variantını təzədən buraya yazıram. Kiçikdən böyüyə yazanda ən kiçiyi ən birinci götürürük. Yəni ən kiçiyimiz 23-dür. Yazıram bura 23. Daha sonra 25 gəlir 23-dən sonra. Buraya yazıram 25. 25-dən isə sonra 28 gəlir. A variantı bu şəkildə həll olunacaq. Keçək B variantını bu kənardan yazım. C və D variantını isə siz özünüz yazarsınız. Deməli, B variantında deyilir ki, 27, 45 və 38-i artan sıra ilə. Bunu diqqətlə yadınızda saxlayın. Artan sıra ilə. Artan sıra azdan çoxa doğru deməkdir. 27 ən azıdır bunun içində. Ən kiçiyi 27-dir. 27. Daha sonra 38. Daha sonra isə 45 kimi sıralanacaq. C və D variantını isə məsələni başa düşdünüzsə, C və D variantını özünüz yaza bilərsiniz. Daha sonra keçirik üçüncü tapşırığımıza. Üçüncü tapşırığımızda nə deyilir? Üçüncü tapşırığımızda deyilir ki, ədədləri azalan sıra ilə düzün. Azalan sıra isə o deməkdir ki, yəni ədədlərimiz böyükdən başlayıb kiçiyə doğru gedəcək. A variantını mən yazıram buradan. Ən böyüyünü seçirəm, çünki bizə azalan sıra deyir. Ən böyüyünü seçirik, 99. Hansı daha azdırsa böyükdən aza doğru gedəcək. 95 99-dan daha kiçikdir. 93 isə 95-dən kiçikdir. Deməli, A variantını bu şəkildə yazacağıq. B-ni də yazın buradan kənardan. B variantına deyilir ki, elə bunu da deyilir ki, azalan sıra ilə düzün. Ən böyüyümüz 69-dur. Daha sonra 47 gəlir və daha sonra isə 15 gəlir. Bu şəkildə üçüncü tapşırığımız da belə həll olunacaq. Ümid edirəm başa düşmüsünüz. C və D variantında özünüz yazarsınız. Keçdik dördüncü tapşırığımıza. Dördüncü tapşırığımızda deyir ki, Lalə dipçəkdə güləkdir. Dipçəkləri bura çəkmişəm. O 4 həftə ərzində gülün hündürlüyünü ölçüb qeyd etdi. Yəni 4 dənə gül şəkili çəkilib. Hərəsi bir həftədə çəkilib bunun. 4 həftə ərzində çəkilib. Üçüncü həftədə gülün hündürlüyü neçə santimetr olacaq? Diqqət edirsinizsə, kiçikdən böyüyə doğru gedir. Bu deməkdir ki, birinci həftədə ən kiçik, ikinci həftədə biraz böyük, üçüncü həftədə biraz ondan böyük, dördüncü həftə isə ən böyük rəqəm olacaq. Və burada olacaq 20. Bizdən isə hansı həftəni soruşurdu? Bizdən üçüncü həftəni soruşurdu. Üçüncü həftəmiz bax budur. Üçüncü gülləri sayırıq. 1, 2, 3, 4. Üçüncü həftə bura düşür. Deməli, gülümüz 3-cü həftədə 20 cm olub. Necə elədik? Ədədləri kiçikdən böyüyə doğru sıraladıq. Artan sıra ilə. Gül böyüyürsə, deməli, rəqəmlərimiz də hər həftə artır. Aha.
Keçirik 5-ci tapşırığa. 5-ci məsələmizdə deyilir ki, heyvanlar haqqında kitab 64, nağıllar kitabı 88, maşınlar barədə kitab isə 48 səhifədir. Birinci sualımızda qeyd olunur ki, Samir kitabları qalından naziyə olmaqla üst-üstə yığmaq istədi. O ən altda və ən üstdə hansı kitabı qoymalıdır? Aha, qalından naziyə doğru sıralanırsa, deməli, çoxdan aza doğru sıralanıb. Yəni, azalan sıra ilə. Buradan yazıram. Az ədimiz 88-dir. Daha sonra gəlir 64. Daha sonra isə gəlir 48. Deməli, bizə deyirdi ki, ən nazik və ən qalını tapın. Ən qalın, deməli, nağıl kitabı ən üstdə olan nağıl kitab olacaq. Ən altda isə ən nazik olan olacaq. Qalın kitab olacaq. Nağıl kitabı, maşınlar barədə kitab isə ən nazik kitab olacaq. İkinci hissədə isə deyilir ki, Samir 60 səhifəsi olan məntiq kitabını hansı kitabların arasına qoyar? Deməli, 60 səhifə olan, biz burada gördük ki, sırayla düzəndə 88, 64, 48. 60 48-dən böyük olduğu üçün, 64-dən isə kiçik olduğu üçün sıralama bu şəkildə olacaq. 88, 64, 60, 64-dən kiçik, 48-dən isə böyükdür. Bizə də lazım idi azalan sırayla yazmaq. Ona görə 60-ı buraya yazacağıq, 48-i isə buraya yazacağıq. Keçirik ümumiləşdirici tapşırıqlar hissəsinə. Bizə deyir ki, ədədləri müqayisə edin. 24 və 42 arasında 42 24-dən böyükdür. 50 40-dan böyükdür. 45 və 45 bərabərdir. 44 34-dən böyükdür. 63 37-dən böyükdür. 72 87-dən kiçikdir. Bu zaman 87-yə böyük işarəsi qoyacağıq. İkinci tapşırıqda deyilir ki, ədədləri sıralayın. Ən kiçik və ən böyük ədədləri müəyyənləşdirin. A variantında deyir artan sıra ilə. Artan sıra necə idi? Kiçikdən böyüyə doğru. Deməli, burada mən yazacağım kiçikdən böyüyə doğru. Ən kiçik ədədi müəyyənləşdirirəm ki, 24-dür. 24-dən sonra ən kiçik ədəd, burada baxıram ki, 42-dir. Daha sonra 51 gələr. Daha sonra 67 gələr. Ondan sonra 80 gələr. 80-dən sonra 92, 92-dən sonra isə 93. Və bizə əlavə olaraq qeyd edirdi ki, ən kiçik və ən böyük ədədi tapın. Ən kiçik ədədimiz olacaq 24, ən böyük ədədimiz isə olacaq 93. A variantının cavabı bu şəkildə. B variantında deyilir azalan sıra ilə ədədləri yazaq. Azalan sıra deyiləndə ən birinci ən böyüyü yazırdıq 94. 94-dən sonra ən böyüyü müəyyənləşdirirəm 58. Ondan sonra 57. Daha sonra baxıram ki 53 var. Diqqətlə baxaq 39. 31 və 25. Ən kiçiyimiz 25-dir, ən böyüyümüz isə 94-dür. Bunu da zəhmət olmasa götürün. Üçüncü məsələmizdə deyir, Lalə, Anar və Aynur meşədə göbələk topladılar. Şəkildə hər səbətin içindəki göbələklərin sayı göstərilib. Şəkilə baxaq. Şəklimiz budur. Birində 23, birində 36, birində 32 var. Daha sonra məsələnin şərtini oxuyuram. Deyir ki, Lalənin səbətində ən çox, Anarın səbətində isə ən az göbələk var. Hansı səbət kimə məxsusdur? Ən çox Lalənin səbətidirsə, burada var 23, 36, 32. Ən çoxu 36-dır. Ən az isə Anarın səbətidirsə, 23 ən azdır. Deməli, gəlib burada qeyd edirik. Anar 23 göbələk toplayıb, Lalə isə 36 göbələk toplayıb. Deməli, Aynur nə qədər toplamış olur? Yerdə qalır 32. Aynur da 32 göbələk toplamış olur. Bunu bu şəkildə götürün, cavab budur.
Dördüncü tapşırığımızda deyilir ki, uşaqlar nənəsinin yaşını soruşdular. Samir dedi, nənəmin yaşı 57-dən çox, 65-dən azdır. Bu ədədin onluqlar və təkliklərinin sayı cəmi 8-ə bərabərdir. Təkliklərinin cəmi. Samirin nənəsinin neçə yaşı var? Nənənin yaşı 57-dən böyükdür, 65-dən isə azdır. Bu ədədin rəqəmləri cəmi isə 8-ə bərabərdir. 57 və 65-dirsə, bu ədədin onluğu ya 5 olar, ya 6 olar. Gəlib bura qeyd edirəm. Ya 5 ilə başlayır, ya 6 ilə başlayır. Bunlardan üstünə neçə gələndə 8 eləyir? 6-nın üstünə 2 gələndə 8 eləyir. 50-nin üstünə isə 3 gələndə 8 eləyir. Gəlin indi şərti yoxlayaq. Ədədimiz 57-dən böyük olmalı idi. 53 yerinə qoyanda 53 57-dən böyük eləyirmi? Yox. Deməli cavabımız 62-dir. 62 65-dən kiçikdir, 57-dən isə böyükdür. Samirin nənəsinin yaşı olacaq 62. 5-ci tapşırığa baxaq. Elxan və Səbinə daxıllarında olan pulları sayıb vərəqə yazdılar. Hər ikisinin pulu 2 rəqəmli ədədlə ifadə olundu. Bu ədədlərin hər biri 4 və 5 rəqəmləri ilə yazılır. Elxanın pulu Səbinəninkindən çoxdur. Hər uşağın daxılında neçə qəpik pul var? Deməli, Elxanın pulu Səbinənin pulundan böyükdür və rəqəmləri 4 və 5-lərlə yazılmalıdır. Deməli, ədədimizin biri 45-dir, biri isə 54-dür. Çünki bu ədədlərdən 2 rəqəmli ədəd ancaq belə yazılır. Hansı böyükdür? 54 45-dən böyükdür. Deməli, Elxanın pulu olacaq 54, Səbinənin pulu isə olacaq 45. Belə. 6-cı tapşırığımızda deyilir ki, yay tətilində Anar 26, Səbinə 35, Lalə isə 29 hekayə oxudu. Uşaqların az sayda hekayə oxuyanlarından çox sayda oxuyana qədər necə sıralamaq olar? Az sayda oxuyan kim idi? Az sayda oxuyan Anardı. 26 səhifə ən azıdır bunların içindən. Deməli, birinci Anarın adını yazacağıq. İkinci olaraq Lalənin adını yazacağıq. Çünki ikinci ən az oxuyan Lalədir. 29 hekayə oxuyub. Ən çox isə Səbinə oxuyub 35. Ən axıra yazacağıq Səbinənin adını. Necə olacaq? Anar, Lalə, Səbinə. Artıq keçirik bölmə 2-yə. Cəmi tapın deyir birinci sualda. 5-in üstünə 6 gələnə neçə eləyir? 10, 1. 9-un üstünə 4 gələndə eləyəcək 13. Bura qədər asan idi. İndi buranı eləyək. 5-in üstünə birinci gəlirik 2, 17. 17-nin üstünə 2 gəlirik 19. 11-in üstünə 3 gələndə 14. 14-ün üstünə 4 gələndə 18. 6-nın üstünə 6 gələndə 12. 12-nin üstünə 5 gələndə 17 eləyir. Daha sonra 10-un üstünə 7 gələcək. İndi 6 toplamadan söhbət gedir. 0-ın üstünə 7 gələndə neçə eləyir? 0 heç nə deməkdir da. Buna görə 7-ni gətirib yazırıq. 1-in altı boşdur. Ona görə 1-i elə gətirib yerinə yazacaq. Cavab olacaq 17. Digər misalları isə özünüz həll eləyin. Deməli, şərtdə deyilir ki, hesablayın və müqayisə edin. X yazdığım yerlərə biz müqayisə işarəsi qoyacaq uşaqlar. Buradan hesablayacaq, daha sonra isə müqayisə işarəsini qoyacaq. 12-nin üstünə 12 gələndə eləyir 14. 14 və 14-ü müqayisə eləyəndə isə bura müqayisə işarəsi qoyacaq biz burada. 14 və 14 bir-birinə bərabərdir. Cavab oldu bu. Keçdik bura. 13-ün üstünə 6 gələndə eləyəcək 19. 5-in üstünə 7 gələndə isə eləyəcək 12. 19 12-dən böyükdür. 7-nin üstünə 8 gələndə eləyəcək 15. 15 böyükdür 12-dən. Daha sonra 19-un müqayisə eləyəcək indi. 7-nin üstünə 3 gələndə eləyir 10. 10-un üstünə 3 gələndə eləyir 20. 19 kiçikdir 20-dən. Cavablar bunlardır.
Aha, keçdik. 10'un üstünə 7 gələndə 17. 17 kiçikdir 20-dən. 10'un üstünə 6 gələndə 16. 16 bərabərdir. 8'in üstünə 8 gələndə yenə 16 eləyəcək. Bu cavabdır. 15'i müqayisə eləyəcəyik nə ilə? 16 ilə. 11'in üstünə 5 gələndə 16 eləyir. 16 böyükdür 15'dən. 7'nin üstünə 3 gələndə 10, 10'un üstünə 5 gələndə 15. Müqayisə eləyəcək 7 üstə gərək 8 ilə. Bu da eləyəcək 15. Bir-birinə bərabərdir. Bunların hər biri cavablarımızdır. Bu şəkildə. Hə uşaqlar, deməli bu sualımızda kubları sayacağıq. Dəsmalın altında neçə kubun olduğunu tapacağıq. Sayıb toplayıram. Deməli birinci kubumu sayıram ki 9'dur birinci xəttdə. A variantında birinci xətti sayıram 9'dur, ikinci xətti sayıram 4'dür. Bərabər olur 13'ə. 13 isə bərabərdir 13'ə. Deməli cavabımız 13'dür. Digər kubu sayıram ki 6, 6 və 3. B variantında bərabər olur 15'ə. 15 də 15'ə bərabər olduğu üçün cavab 15 olacaq elə. C variantında isə fərqli bir şey görürəm. Nə görürəm? Dəsmalın altında tərəzinin bir gözündə 3 kubu veriblər. Deməli ki, dəsmalın altında olan kubla bu kubu sayanda bura bərabər olmalıdır. İndi başa salacağım bu misalı necə həll edirik. Deməli birinci dəsmalın altında yox, tərəzinin digər gözündə olan kubları sayıram. 7 və 7 eləyir. Üstə gəlirəm 14 eləyir. Tərəzinin digər gözündə dəsmalın altından çıxan 3 kub var. Və mən artıq bilirəm ki, orada 3 kub var. Ona görə digər gözdən 3 çıxıram ki, dəsmalın altındakı kubun sayını tapa bilim. 14'dən 3 çıxıram, bərabər olur 11'ə. Deməli, dəsmalın altında 11 dənə kub gizlənib. 4-cü tapşırığımızda deyilir ki, boş qalanlara uyğun ədədləri tapıb yazın. Deməli, uşaqlar, toplanan belə bir qaydamız var idi ki, üstündən xətt çəkdim. Belə bir qaydamız var idi ki, toplanan cəm qaydası. Cəmdən bir toplananı çıxanda, məlum toplananı, yəni buradakı gördüyümüz toplananı çıxanda, görmədiyimiz, yəni bizə məlum olmayan boş xananı tapa biləcəyik. 17'dən çıxacağıq ikisini, bərabər olacaq neçəyə? 15'ə. Deməli, boş xanaya 15 yazmalıyıq. Yoxlayaq görə həqiqətən də düzdürmü? 15'in üstünə 2 gəlin, həqiqətən də 17 eləyəcək. Deməli ki, məlum cavabdan toplananın, gördüyümüz toplananı çıxanda görmədiyimiz toplananı tapa biləcəyik. Yazıram 13 çıxaq 9 bərabərdir 4. Deməli cavabımız 4 olacaq. Siz bunu başqa cürdə tapa bilərsiniz. Əgər bu sizin üçün çətindirsə uşaqlar, 9'dan 13'ə qədər saymaqla. 9'dan 13'ə qədər necə sayasınız? 9, 10, 11, 12, 13. Neçə elədi? 4. Deməli 9'un üstünə 4 gələndə 13 eləyir. Daha sonra keçdik o birisinə. 19 çıxaq 6 bərabərdir 13. 13'ün üstünə 6 gələndə eləyəcək 19. İndi buradakı tapşırığı eləyək. 18 çıxaq 6. Uşaqlar, bu arada fərqi yoxdur. Boş xana buradadır, yoxsa buradadır. Heç bir fərqi yoxdur. Yenə eyni əməliyyat edəcəyik. 12. 12'nin üstünə 6 gələndə 18 eləyir. Daha sonra 15 çıxaq 5 bərabərdir 10. Burada cədvəlin olmağı sizi qorxutmasın, çünki heç bir fərq yoxdur. Bayaqki qaydanı tətbiq edəcəyik. Cəm verilibmi? Verilib. Bəli, sadəcə alt-alta verilib. Bu şəkildə olacaq. Cəmlə toplananın birini çıxacağıq, boş xananı tapacağıq. Yenə eyni şey eləyəcəyik. Sadəcə cəmi
Burada bizə xana şəklində göstərib toplandı. Sadəcə siz yuxarıdan aşağı baxın. Yuxarıdan aşağı. Bu çox asandır. Burada deməli nə olacaq? Toplananlardan biri verilib. Buraya yazacağım 20 çıxaq 10 bərabərdir 10. Deməli buraya yazacağıq. Tapdıq cavabı 10. Sonra toplananın ikisi də verilib. Sadəcə toplayacağıq və cavabı yazacağıq. 12 üstə gələk 5 bərabərdir 17. Aha, daha sonra toplananların hər ikisi verilib. 2 üstə gələk 16 bərabərdir 18. Bu boşluğa yazacağım 18. Yenə toplananlardan biri verilib, biri verilməyib. Nə edəcəyik? 18 çıxacağıq. 3 bərabərdir 15. Buraya yazıram 15. Oy, bu yaxşı alınmadı. 15. Aha. Onun üstünə 8 gələcəm. Üstə gələk 8 bərabərdir 18-ə. 12-dən 5 çıxacağım. Çünki toplananın biri verilməyib. 12 çıx 5 bərabərdir 7. 5-in üstünə 8 gələcək. 5 üstə gələk. Oy. 5 üstə gələk 8 bərabərdir 13. Buraya yazıram 13. Bayaq da 7-ni tapdıq. Burada isə 18-i tapdıq. Aha, yenə 19-dan 7 çıxacaq. Çünki toplananın biri verilməyib. 19 çıxaq 7 bərabərdir 12. Bu qədər sadə. Deməli 6-cı tapşırıqda deyilir ki, tarladan dəyirmana səhər 9, günorta 5, axşam isə 7 kisə buğda göndərildi. Gün ərzində dəyirmana neçə kisə buğda göndərildi? Bu misalımız da çox sadədir. Səhər 9 bizə gün ərzində deyir. Günümüz neçə hissədən ibarətdir? Səhər, günorta, axşam 3 hissədən. Deməli bu bizim bir günümüzü təşkil eləyirsə, biz bunların hamısını toplasaq, cavabımız bizim bir gün ərzində nə qədər buğda topladığımız olar. Daha doğrusu dəyirmana göndərdiyimiz. 9-un üstünə 5 gələn eləyəcək 14. 14-ün üstünə 7-ni gələndə isə eləyəcək 21. Cavab 21'dir. Bu qədər sadə. Güldandan 9 gülü götürdükdən sonra 6 gül qaldı. Güldanda neçə gül var idi? Deməli, güldanda bilmirik nə qədərsə gül var imiş. Bu güldən 9 gül götürüblər. Bərabər oldu 6 gülə. Yəni 6 gül qaldı. İndi biz boşluğu tapmalıyıq. Uşaqlar, çıxmanın belə bir qaydası var ki, çıxılanı tapmaq üçün çıxanın üstünə cavabı gələndə, yəni bu hissə ilə buranı toplasaq, bu cavabı alarıq. Ya da siz istəsəz hesablaya bilərsiniz ki, neçədən 9 çıxanda 6 qalır. Amma mən bunları toplayacağım və düzgün cavabı alacağım. Bərabərdir. Neçə alınacaq? 15. 15-dən 9 çıxanda həqiqətən də 6 qalır. Deməli cavabımız 15-dir. Güldanda əvvəlcə 15 gül var imiş. Uşaqlar, ancaq bu çıxmada bu qaydanı, toplamada olan qaydanı tətbiq eləmək olmaz. Misal üçün mən buradan birini yazım, siz başa düşün. Məsələn, 7-dən neçəsə çıxıram. Bura boşluqdur. Bərabər eləyirəm 5-ə. 5 ilə 7-ni toplamağa çalışsaq, bu zaman düzgün cavab almarıq. Ona görə biz burada bu qaydanı tətbiq edirik ki, 7-dən 5 çıxırıq, bərabər olur 2-yə. Cavabımız da olur 2. Bu sadəcə bir qeyd idi. Bunu yadınızda saxlayın ki, çıxma qaydası necə olur. Çıxmanın qaydası budur. Amma bizim sualımızın cavabı isə 15-dir. Bunun məsələmizdə deyilir ki, samvar 18 litr su tutur. Bunu mütləq ki, dəftərə qeyd edirik. 5 litr su tutan vedrəni 3 dəfə doldurub samvara tökdülər. 3 dəfə.
doldurub samavara tökdülər. Samavarın dolması üçün əlavə neçə su tökmək lazımdır? Vedrəni bir dəfə su ilə doldurub samavar dolana kimi tökdülər. Vedrədə neçə litr su qaldı? Gəlin birinci tapşırıqdan başlayaq. Baxın mənim kimi mən dəftərə bu şəkildə qeydlərinizi aparın. 18 litrlik samavardır. 5 litr vedrə ilə 3 dəfə su tökürlər. Deyir ki, birinci samavarın dolması üçün əlavə neçə litr su tökmək lazımdır? Birinci həll eləyirik ki, 5 litrlik vedrə ilə 3 dəfə su tökəndə nə qədər? Deməli, samavara su tökülmüş olur. 5 üstə gələk 5 üstə gələk 5 bərabərdir 15. Deməli, vedrə ilə samavara 15 litr su töküblər. Amma samavarımız 18 litrlikdir. 15-in üstünə neçə gələndə 18 eləyir? 15 üstünə gəlsək 3 bərabər eləyəcək 18. Deməli, əlavə 3 litr su tökməlidirlər ki, samavarımız dolsun. Cavab olacaq. Cavab olacaq 3 litr. İkinci olaraq qeyd eləməliyəm ki, vedrə bir dəfə su ilə doldurulub. Yəni daha bir dəfə də su ilə doldurulub, samavar dolana qədər tökdülər və vedrədə neçə litr su qaldı. Bir dəfə də töksələr 5 üstə gələk 5 üstə gələk 5 və üstə gələk 5 olar. Çünki 4 dəfə olar. Burada isə cavab 20 alınacaq. Deməli, vedrəmizdə samavarımız isə 18 litr tutur. 20 litr suyu 18 litrlik samavara töksək 2 litrimiz artıq qalacaq. 20 çıxacaq 18 bərabər olacaq 2. Deməli, cavabımız olacaq 2 litr su. Artıq keçdik 3-cü hissəyə. 3-cü hissənin birinci tapşırığında görək nə yazılıb. Birinci tapşırığımız onluqlara və təkliklərə ayrılıb gördüyünüz kimi və cəmi tapın deyir. Uşaqlar, alt-alta toplamada yadımızda saxlayırıq ki, birinci təklikləri, daha sonra isə onluqları toplayırıq. Gəlin başlayaq. Qaydanı yaddan çıxartmırıq. Öncə təklikləri toplayırıq. 7. Daha sonra isə onluqları toplayırıq. Onluğun altı boşdur. Ona görə elə gətirib 8-i bura yazırıq. Cavab oldu 87. 2-nin üstünə 6 gəlirik. 8. 3. Gətirib yazırıq buradan. 1-in üstünə 8 gəlirik. 9. 5-in altı boşdur. Gətirib yazırıq 5-i bura. 2-nin üstünə 4 gəlirik. 6. 6-nı aşağı yendiririk. Olur 66. 1-in üstünə 6 gəlirik. 7. Burada yazırıq 2. 9-un üstünə, 3-ün üstünə 2 gəlirik 5, 9-u isə bura indiririk 95. Bir sıranı mən yazdım, digər sıranı isə siz yazın. Yaddan çıxartmırıq ki, təkliyi təkliklə, onluğu isə onluqla toplayırıq. 3-cü tapşırığımızda 3-ünü mən yazacağım, qalan ikisini isə siz yazarsınız. Deyir, alt-alta toplamaqla, alt-alta yazmaqla toplayın. 35. 2-nin qarşısında heç nə yoxdur. Deməli, təklikdir. 2-ni yazırıq təkliyin altına. Təkliyi təkliyin altına, onluğu isə onluğun altına yazmalıyıq. 2-nin üstünə 5 gələndə 7, 3-ü isə gətirib yazırıq buradan. 37. Eynisini burada da eləyirik. Deməli, 46-nı gətirək yazaq buradan. 3-ü isə təkliyin altına yazaq. 3-ün üstünə 6 gələndə 9, 4-də bura yazanda bu şəkildə. Deməli, 90, üstə gələcəm. Bu üstə gəlmə işarələrini qoyaq. 90, üstə gələcəm 8. Yaddan çıxartmırıq ki, 0 ilə 8-i toplayanda cavab elə 8 eləyir. Alt-alta toplama da olsa 0 ilə 8-i toplasaq 8 eləyəcək. 9-u isə gətirib yazırıq buradan. Bu şəkildə. Aha, keçdik 3-cü tapşırığımıza. 3-cü tapşırığımızda deyilir ki, irəli saymaqla cəmi tapın. Uşaqlar, gəlin birinci, baxaq görək 61-in üstünə 4 gəlib. Bunu necə irəli sayırıq? 61, 62, 4 dənə irəli sayacaq. 63, 64, 65.
Deməli cavabımız neçə oldu? 65. 4-dən irəli saydım mı? 1, 2, 3, 4 oldu. Cavabımız 65. Sonraki onu da özünüz yazın. 93-ün üstünə 6 dənə sayacaqsınız. Çox asan tapşırıqdır. Keçirik 4-cü tapşırığımıza. 4-cü tapşırığımıza deyir ki, ədəd oxundan istifadə etməklə cəmi tapın. Bu tapşırığımızı biz ədəd oxunun üzərində göstərməklə əldə edirik. Birinci deyir ki, 14-ün üstünə 5 gələcək, neçə eləyəcək? Gəlin birinci cavabımızı tapaq ki, 14-ün üstünə birinci 14-ün yerini tapaq. Ondan sonra sayıram. 1, 2, 3, 4. 14 bax, buradadır. 14 buradırsa üstünə 5 sayacağım. 1, 2, 3, 4, 5. Cavab deməli, bax buradadır. 19. 14-ün üstünə 5 saya. 14, 15, 16, 17, 18, 19. Deməli cavabımız 19 imiş. 32 bax buradır. Gördüyünüz yer. 32'nin üstüne 3 gəlinə neçə eləyir? 33, 34, 35. 3 saydım. Deməli cavabımız 35'dir. Sonraki misalımızda deyir ki 93'ün üstüne 6 gəlin. Gəlin keçək 90'lara. 90, 93'ün üstüne 6. 93'ü tapaq birinci. 93 bax buradır. 93'ün üstüne gələcək 6. Gəlin sayaq görək neçə eləyir? 94, 95, 96, 97, 98, 99. Deməli cavabımız olacaq. Bax burada 99. Daha sonra 48'in üstüne 1 gəlirik. 48'i hardadır tapaq? 48 bax buradır. 48'in üstüne 1 sayacağım sadece. 49. Bu qədər. Burada cavab. Daha sonra 81'in üstüne 3 gələcək. Daha sonra 81'in üstüne 3 gəlin deyir. Gəlin 81'i tapaq. 81 bax buradadır. 3 sayaq. 82, 83, 84. Cavab oldu 84. 67'nin üstüne 2 gələk. Hardadır 67? 67'nin üstüne 2 gələk. 67 bax buradır. Üstüne 2 gələndə 68, 69. 5-ci tapşırığımızda deyir ki, onluq və təkliklərə ayırmaqla cəmi tapın. Gəlin birinci ədədləri onluq və təkliklərinə ayıraq. Burada bax bu hissədə 3 onluğum 4 təkliyim var. 3 onluq nə deməkdir? 3 onluq 30 deməkdir. 3 onluğum və neçə təkliyim var idi? 4 təkliyim var idi. Deməli üstünə gələcəm 4'ü, eləyəcək 34. Üstünə də gələcəm 3'ü. Bu şəkildə həll olunacaq. Bərabərdir. Neçəyə? 4 ilə 3'ü toplayıram. 7, gəlirəm 30'un üstünə 37. Bu şəkildə həll eləyəcəksiniz. Yəni birinci təklikləri toplayırıq, sonra isə onluğun üzərinə gəlirik. Gəlin birini daha aydın yazım. 76 ədədini, 76 və üstə gələk 2 misalını. 70, onluğumuz 70'dir. Düzdür, bunu yadda saxlayırıq. Və təkliyimiz 6'dır. Yetmişin üstünə gələcək 60, onun da üstünə gələcək 6, üstünə də gələcək 2. Birinci 6'nın üstünə 2 gəlirik, bərabər eləyir 8. Daha sonra isə buradakı 8'i buradakı 70 ilə toplayırıq. 70, üstə gələk 8, bərabərdir 78. Buraya eləyəcək 5, 6 toplamanın qaydasını bilirik. Burası eləyəcək 9. 7'nin üstünə 1 gəlinə 8, 4'ün 6, 5'də 4. 0'ın üstünə 9 gəlinə 9, qabağına 8. 2'nin üstünə 2 gəlinə 4, burada 5. Qalanını özünüz yaza bilərsiniz. 6 toplama bu şəkildə. 7-ci tapşırığımıza baxırıq. Deyir Samir masada 21 rəngli 5 sadə karandaş saydı. Masada cəmi neçə karandaş var? Cəmi soruşursa həm rəngli, həm sadə karandaşları toplayacağıq. 21 üstə gələk 5 bərabərdir 26. Keçdik 8-ci tapşırığa.
Burada deyilir ki, bir kisədə 24 kiloqram, o birində isə 4 kiloqram bundan çox. Yəni 4 kiloqram bundan çox nə deməkdir? 24 üstə gələk 24 üstə gələk 4 deməkdir. Bu da eləyəcək 28. Deyir ikinci kisədə neçə kiloqram var? İkinci kisədə deyir. 2 kisədə demir. Ona görə cavab 28. Əgər 2 kisədə desəydi 24 ilə 28-i toplayarıq. Sadəcə ikinci kisədə 28 kiloqram kartof var. Aha, keçdik 9-cu sualımıza. 9-cu sualımızda maraqlı bir situasiya var. Deməli, sıçan pendirə 2 yolla çata bilər. Hansı yol daha qısadır? Mavi yol yoxsa qırmızı yol? İndi uşaqlar, biz 5 sm ilə 21 sm toplayacağıq. Beləcə biz mavi xəttin uzunluğunun neçə olduğunu tapacağıq. Ümumi uzunluğun. 5-in üstünə gəlirəm 21 bərabər də eləyir 26. Mavi zolağımız oldu 26. Qırmızı zolağımız olacaq 24. Burada da əlavə 3 sm var. 24 üstə gələk 3 bərabərdir 27. Deməli, ən kiçiyi nə oldu? Göy zolaq. Cavab göy. Bu şəkildə. Keçirəm digər tapşırıqlarımıza. Burada məsələlərdir. Nə deyilir? Deyir, Aynur uzunluğu 25 sm və 14 sm olmaqla 2 zolaq ucuca yapışdırır. Alınan zolağın uzunluğu neçə santimetr olar? Ucuca yapışdıranda bizim zolağımız artacaq təbii ki. Məsələn, bu zolaqları götürüb bir-birinə yapışdıranda təbii ki də bunlar nə olacaq? Bir-birinə birləşmiş olacaq. Ədədləri birləşmək üçün üstəgəldən istifadə edirik, düzdür? Bu toplama əməlini təmsil eləyir, birləşdirmə. Kəsmə çıxma əməlini təmsil eləyir, birləşdirmə isə toplama əməlini. Ona görə 25-in üstünə gələcəm 14 bərabər də eləyəcək 39. Cavabımız 39-dur. Gəldik 6-ya. Deməli, satıcı bir gündə 21 kiloqram armud, bundan 11 kiloqram çox. Çox deyirsə toplayırıq. 21 kiloqram çox, 11 kiloqram çox alma deyirsə, yəni nə qədər alma? 21 üstə gələk 11 kiloqram alma. Bu da eləyəcək 32 kiloqram alma. Birinci sualımızda deyir, satıcı neçə kiloqram alma satdı? Elə cavabı tapmışıq. 32 kiloqram. İkinci sualımızda deyir ki, satıcı cəmi neçə kiloqram alma və armud satdı? 21-in üstünə gələcəm 32-ni. Çünki bu armuddur, bu isə almadır. Bərabər də eləyəcək 53 kiloqram. Cavabımız budur. Birincinin cavabı 32, ikincinin cavabı 53. Keçdik ümumiləşdirici tapşırıqlara. Ümumiləşdirici tapşırıqlarımızda deyir ki, cəmi tapın. Cəmi tapanda təkliklərlə, onluqlarla toplayırdıq. 8, 6, 7, 3, 8, 4, 9, 19, 59, 80, 6, 8, 7, 9, 8, 3, 7, 77, 4 ilə 4 toplayanda 8, 6 ilə də 1, 7. Cavablar bu şəkildədir. Davamını özünüz yaza bilərsiniz. İkinci sualda deyir ki, ədəd oxunda irəli saymaqla cəmi tapın. 34-ü tapırıq ədəd oxunda. 34 burada yerləşir. 34-dən sonra 5 ədəd sayırıq. 35, 36, 37, 38, 39. Elədi cavab 39. Düzdürmü?
90'ın üstünə 7 gələcək. 90 bax buradadır. 91, 92, 93, 94, 95, 96, 97. Cavab elədi 97. Sonra 50'nin üstünə 30 gələcək. Gələk. 30 sayacağıq. 50'dən bura qədər gələndə 10, bura qədər gələndə 20, bura qədər gələndə isə 30 eləyəcək. Deməli cavabımız 80-də 50'nin üstünə 30 sayanda 80 eləyir. 20'nin üstünə 60 sayacağıq. 10, 20, 30, 40, 50, 60. 20'nin üstünə 60 sayanda cavab 80 eləyir. Gəldik. 30'un üstünə 43 sayacağıq. Bunun ən asan yolu 30'un üstünə 40 sayın, davamında isə 3 sayın. 30'un üstünə 40 saymaq üçün 10, 20, 30, 40. 40'ın da üstünə 3 sayaq. 1, 2, 3. Cavab elədi 73. Sonra 63'ün üstünə 30 sayaq. 63 hardadır? Buradadır. Gəlin birinci 60'ın üstünə 30 sayaq, üstünə də 3 sayaq. 10, 20, 30. 30'un da üstünə 3 sayaq. 1, 2, 3. Cavab elədi 93. 35'in üstünə 22 sayaq. Ən asan yolu 30'un üstünə 20 sayırıq. 10, 20, 30. Yox, 30'un üstünə 20 sayırıq. 10, 20. 20'nin üstünə də 5 sayaq. 35'in yanındakı 5'dən söhbət gedir. 1, 2, 3, 4, 5. İndi davamında 2 sayaq. 22'nin yanındakı 2'dən söhbət gedir. 1, 2. Cavab elədi 57. 41'in üstünə 46 sayaq. Ən birinci 40'ın üstünə 40 sayaq. Ən yaxşısı 10, 20, 30, 40. 40'ın üstünə 1 sayaq. 1 və 6 sayaq. 2, 3, 4, 5, 6 və 7. Çünki 1 ilə 6'ını toplayanda 7 eləyir. Cavab eləyir 87. Bu şəkildə həll eləyirik bu misalı. Aha, deməli 3-cü misalı yazıram. Deyir, toplananları onluq və təkliklərə ayırmaqla cəmi tapın, bir neçə misalı şifahi həll edin. Onluqla təkliklərə ayıranda 40, üstə gələk 10, üstə gələk 6, üstə gələk 3 şəklində olacaq. 40 və 10 buradakı onluqlardır. 40 və 10. Buraya yazdım, davamında yazdım 6 və 3. 40'ın yanındakı 6 və onun yanındakı 3'dür. Bərabərdir. 40'ın üstünə 10 gələndə 50. Bunları da toplayanda 9 eləyir. 50'nin üstünə 9 gələndə 59. Daha sonra 20, üstə gələk 40. Üstə gələk 5. Sıfırı yazsaz da olar, yazmasaz da olar. Çünki sıfır heç nə kəsb eləmir. Bura 60, üstünə gəlir 5'i, bərabərdir 65. Surətlə yazım. 80, üstə gələk 10, üstə gələk 7, bərabərdir 97. 70, üstə gələk 20, üstə gələk 4, bərabərdir 94. 60, üstə gələk 20, üstə gələk 2 və altını toplayanda 8, bərabərdir 88. 40, üstə gələk 50, bərabərdir 90. 80, üstə gələk 4, bərabərdir 84. Çünki bunun onluğu, baxın, 4'də onluq yoxdur. 4 yalnız təklikdən ibarətdir. 80 də yalnız onluqdan ibarətdir. 40 yalnız onluqdan ibarətdir. 50 də yalnız onluqdan ibarətdir. Onda yenə eyni şeyi yazmış oluruq və 90 edir cavab. Təklikdən ibarət olduğu üçün onluğa heç nə yazmırıq. 0 yazsaq da olar, yazmasaq da olar. 60'ın üstünə gəlirəm 30, üstə gəlirəm 6, bərabərdir 96. Misal bu şəkildə, davamını özünüz yaza bilərsiniz, əgər hamısını yazmamışamsa. Boş xanalar. Aha, yenə bir dənə cədvəl var. Cədvəlimizdə boş xanaları, yəni yalnız bizdən cəmləri istəyir.
3'ün üstünə 3 gələndə 6, 2'nin üstünə 1 gələndə 3. 36. 7'nin üstünə 0 gələndə 7, 1'in üstünə 1 gələndə 2. Təkliklərdir. 5'in üstünə 2 gələndə 7. 0, 8. 9, 7. 5, 7. 7, 7. Burada təkcə deməli təklik var. Deməli təkliyin altından yazırıq 7 və 8. Tapşırığımızda sözlə ifadə olunan bir neçə dənə tapşırığımız var. Bu tapşırıqları dəftərimizə sözlə ifadə olunan ifadələri biz tapşırığımıza rəqəmlə yazacağıq. Toplananlardan biri 30'dursa buraya yazıram 30. Üstünə 8 gəlirəm. Bərabər eləyir 38. 25 və 42 ədədlərinin cəmini. Cəm deyirsə toplayırıq. 25 üstə gələk 42. Bərabərdir 67. C'də deyir 60 və 23 ədədlərinin cəmi. 60 və 23 ədədlərinin cəmi. Eləyəcək 83. Daha sonra 70 ədədindən 10 vahid böyük ədəd. 10 vahid böyük deyirsə üstünə 10 gələcək. 70 üstə gələk. 70 ədədindən 10 vahid. Vahid deyirsə 10 ədəd. 10 dənə deməkdir. Üstünə gəlik 10'u bərabər eləyəcək 80. Cavablarımız bulardır. 6. sualımızda deyir ki, tərəzinin gözlərini bərabərləşdirmək üçün sol gözə neçə kub əlavə etmək lazımdır. Boş xanlara uyğun ədədləri tapın. Yəni bizim əslində sayıları burada boş xanlarda verib. Bura 24'dür. Sol tərəf 24'dür, sağ tərəf isə 34'dür. 24'ə neçə əlavə eləsək 34'ü alarıq. 24'ün üstünə 10 gələndə 34 eləyir. 31'in üstünə neçə gələndə 39 eləyir. 8 gələndə. 41'in üstünə isə 13 gələndə 54 eləyir. Cavablarımız bu şəkildə. Keçdik son 4 misala. Burada deyir ki, hesablayın. Deməli, hesablayın və müqayisə eləyin. Hesablayacağıq və boş qoyduğum yerləri müqayisə eləyəcəyik. Deməli, 51'in üstünə 23 gələndə eləyəcək 74. 74 ilə 60 arasındakı münasibət nədir? 74 böyükdür 60'dan. 12'nin üstünə 30 gələndə eləyəcək 42. 22'nin üstünə 20 gələndə eləyəcək 42. Bunlar bir-birinə bərabərdir. Deməli, bu böyük oldu, bunlar bərabər oldu. Keçdik. 17'nin üstünə 61 gələndə eləyəcək 78. 43'ün üstünə 25 gələndə isə eləyəcək 68. 78 böyükdür 68'dən. 75'in üstünə 23 gələndə eləyəcək 98. 66'nın üstünə 33 gələndə eləyəcək, üzr istəyirəm, 99. Aha, 99 böyükdür 98'dən. Bu şəkildə. Aha, keçdik 8-ci tapşırığımıza. Uşaqlar bayramda 8-ci tapşırıqda deyir ki, uşaqlar bayramda sinif otağına 30 qırmızı, 24 sarı bayraq asdılar. Onlar otağa cəmi neçə bayraq asdılar? Cəmi deyirsə nə edirik? Toplayırıq. 30 üstə gələk 24 bərabərdir 54. Cavabımız oldu 54. Sonra qələm qabındakı karandaşların sayı masanın üstündəki karandaşlardan 21 dənə çoxdur. Masanın üstündə saysanız görərsiniz ki 7 karandaş var. 7 karandaşdan 21 dənə çox o deməkdir ki 21 üstə gələk 7 bərabər eləyəcək 28. Deməli bizə deyir ki, qələm qabında neçə karandaş var? Qələm qabında 28 karandaş var. Cavabımız 28 olacaq. Sonra pencək məsələsi. Pencəyin qiyməti 43 manatdır. Bu paltonun qiymətindən 25 manat azdır. 25 manat azdır deyirsə, deməli paltonun qiyməti
Pencəyin qiymətindən 25 manat çoxdur. Palto neçədir? Dedi ki, pencək 43 manatdır. 43 manatdır. Düzdür? Paltonun qiyməti bundan 25 manat çoxdur. Paltonun qiyməti 25 manat çoxdur. 43 üstünə gələcək 25-i bərabərdir eləyəcək. Deməli 68. Biz tapacağıq paltonun qiymətini 68. Cavabımız oldu 68. Bugünkü dərsimizdən bu qədər. Səhifə 29-a qədər keçdik bugün. Gələn dərslərdə görüşənə qədər.